çiyinli və şaxtırdı ki. Sonra bu formalaşandan sonra bax belə. Çünki qızların yetkinlik dövrü vaxtında hormonal dəyişikliyə bağlı olaraq ümumiyyətlə sümük sistemində, dayaq hərəkət sistemində bəzi dəyişikliklər olur və bu daha çox son dönəmlərdə özünü göstərir, skolyoz, kifozla göstərir. Və həmin dövrdə əgər biz müalicə etməsək, valideyn düşünsək ki, yüngül bir şeydir, sonra keçib gedəcək. Düzdür. O vaxt bizim dövrümüzdə belə həkimə falan getmək moddaydı. Kürəyin düzdür. Belə, sonradan gecdir dedilər. Aysan, sonradan gecdir. Vaxtında müalicə olunmalı. Bax, bu günləri biz başlanğıc ərəfədə müalicə ediriksə, tez nəticə alırıq və sıfırlanmaya doğru onurğadakı əyriliyi gedirik. Amma yox, qalsın biraz da problemlər həll olunmayanda üst-üstə gəlir və daha çoxalır və həmin zamanda çözümləri azalır. Müalicənin effektliyi azalır.